Mərkəzimizin uğurlarından birini daha sizə paylaşım. Bu gözəl balamız bugün dünyaya gəlib, tam 18 il sonra. Bu cütlük 20 yaşında evlənib, amma hal-hazırda 38 yaşındadır və illərcə heç bir problem yoxdur deyiblər. Yəni bu sonsuzluğun açıqlanamayan bir səbəbidir. Yəni nə atada, nə anada bir problem olmaz, amma hamiləlik əldə etmək mümkün olmaz və süni mayalanma uygulaması etdik. Daha öncə heç bir mərkəzdə etməmişdilər və birinci süni mayalamamızdan başarılı olduq və bu gözəl balamız tam 4 kilo dünyaya gəldi. Düzdür, hamiləlik gedişində təzyiqlə, şəkərlə qarşılaşdıq, amma doğru takiblərlə pasiyentimiz tam 38 həftəsində bu gözəl 4 kiloluq qız idi bu oğlan. Qız balamızı dünyaya gətirdi. Olsun deyək, siz də ümidinizi kəsməyin, olmaz deməyin. Əlbəttə ki, doğru tədavilər sizi də sonsuzluğun sonuna gətirəcək.